Salam, hər vaxtınız xeyir, əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah 3-cü sinif monitoring imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş vəsaitdən olacaq. Biz fəza fiqurlarını, müstəvi fiqurlarını, ümumilikdə həndəsəni öyrəndik 3-cü sinif səviyyəsində. İndi isə ümumiləşdirici bir sınaq kimi monitoring vəsaitindən ümumi şəkildə həmin sınaqları işləyək. Eyni zamanda mətnlərlə birgə. Gəlin A variantı, B variantı və C variantından bu video izahda baxaq. Növbəti video izahda isə ümumiləşdirici mətn və riyaziyyat tapşırıqları ilə sizi tanış edəcəm. Gəlin ilk sualdan başlayaq. İlk sualda bizə deyir ki, doğru fikri seçin. Trapesiyanın düzbucağı ola bilməz. Trapesiyanın düzbucağı ola bilməz, ola bilər. Çünki trapesiya bu formada da olmuş olur və görürük ki, sol tərəfdəki bucağı düzbucağı ola bilər. Bu yanlışdır. Rombun 4 iti bucağı var. Romb bu formadadır. Deyir ki, 4 dənə iti bucağı var. Xeyr, bu bucaqları görürük ki, kör bucaqdır. Paralelogramın qonşu tərəfləri bərabərdir. Xeyr, paralelogram bu formadadır. Qonşu tərəfləri də bərabər deyil. Deyir ki, düzbucaqlının qonşu tərəfləri perpendikulyardır. Baxırıq, düzbucaqlı burada var. Qonşu tərəfləri perpendikulyardır. Bəli, görürük ki, həqiqətən də perpendikulyardır. Bu da D variantı düzgün fikirdir. Baxırıq ikinci suala. İkinci sualda bizə deyir ki, 5 təpəsi, 5 üzü, 8 tili olan fiqurun yan üzləri hansı həndəsi fiqurdur? Baxırıq burada təbii ki də 5 təpəsi, 5 üzü, 8 tili olan fiqurun yan üzləri üçbucaqdır. Belə deyək də, yan üzləri hansı həndəsi fiqurdur? Üçbucaqdır. Yəni A variantı olmuş olacaq. 3-də deyir, 2 kəsişən düz xəttin neçə ortaq nöqtəsi olur? Bir ortaq nöqtəsi olur. Bunu əvvəlki izahlarımda da demişdim. A variantı. Simmetriya xətti düzgün çəkilməyən fiqur hansıdır? Təbii ki də burada üçbucaqda düzgün çəkilib, dairədə düzgün çəkilib, kvadratda düzgün çəkilib, amma üçbucaqda düzgün çəkilməyib. Cavab D variantı. 5-də deyir, hansı fiqurda düz bucaq yoxdur? Təbii ki də dairədə düz bucaq yoxdur. Burada var, burada var, burada düz bucaqlı, üçbucaqlı var. 6-da deyir, şəkildəki fiqur necə adlanır? Təbii ki, 4 bucaqlı piramidadır. Baxaq görə hansı variantdadır? 4 bucaqlı piramida B variantında bizə verilib. 7-də deyir, hansı fəza fiqurunun bütün üzləri üçbucaqdır? Bütün üzləri üçbucaq olanı istəyirsə, təbii ki də A variantı olur. Üçbucaqlı piramida olmuş olacaq. 8-də isə verilən fikirlər hansı fiqura aiddir? 4 bucağı, 4 təpə nöqtəsi var. Bütün tərəfləri bərabərdir. Düz bucağı yoxdur. Təbii ki də burada olacaq romb. 9-da deyir, verilmiş bucaqdan kiçik olan bucaq hansıdır? Təbii ki də düz bucaqdan kiçik olan bucaq iti bucaq olmuş olacaq. Cavab C variantı. Konusdan istifadə edərək hansı müstəvi fiquru çəkmək olar? Dairəni çəkmək olar. Cavab B variantı. Keçirik, üzr istəyirəm, B variantına. B variantında görək bizdən nələr istəyir. Hansı fəza fiqurunun təpə nöqtəsi ilə üzlərinin sayı eynidir? Eyni olansa təbii ki də üçbucaqlı prizmanın təpə nöqtəsi ilə üzlərinin sayı eynidir. Baxırıq 2-yə. Perpendikulyar xətlər arasında hansı bucaq yaranır? Təbii ki də düzbucaq altında. Cavab C variantı. 3-dədir, hansı müstəvi fiqur deyil? Müstəvi fiqur deyil, yəni fəza fiqurudur. Fəza fiqurda üçbucaqlı prizmanı biz burada görürük. C variantı. 4-də deyir, hansı romb və kvadratın ortaq cəhəti deyil? Ortaq cəhəti deyil deyirsə, təbii ki də bucaqları düzbucaqdır. Rombun bucaqları düzbucaq ola bilməz. Cavab D variantı. 5-də deyib, verilmiş paralelogramın bütün tərəflərinin uzunluqları cəmi neçə olar? Deməli, bu tərəfi 7-dirsə, yan tərəfi 7, 9, 9. Deməli, burada toplasaq eləyəcək 32. Daha sonra 6-da deyir ki, bizə hansı variantda çəkilən üçbucaq düzbucaqlı üçbucaqdır? Elə biz işarəsinə baxırıq. Bu iti bucaqlıdır, bu kör bucaqlıdır, bu da iti bucaqlıdır. Amma C variantındakı düz bucaqlı üçbucaqdır.
Baxırıq 7-yə. Ayda 2 xətt çəkdi. Bu xətləri nə qədər uzatsa da bu xətlər kəsişməyəcək. Deməli, bu ayda nə çəkib? Təbii ki də paralel düz xətlər heç vaxt kəsişmir. Yəni A variantı. 8-də deyir, müəllim Teyyuba verilmiş bucaqdan böyük bucaq çəkməyi tapşırdı. O hansı bucağı çəkə bilməz? Deməli, Eyyubun çəkdiyi, belə deyək də, bucaq düz bucaqdır. Düz bucaq nə istəyir bizdən? Verilmiş böyük, böyük çəkməyi, o hansı bucağı çəkə bilməz? Təbii ki də böyük çəkə bilməz deyirsə, iti bucaq düz bucaqdan böyük ola bilməz. Kör bucaq böyükdür, 90 dərəcədən böyük, 180-dən kiçik. Açıq bucaqda 180 dərəcə, tam bucaqda 360 dərəcə olduğuna görə çəkə bilməzi deyirsə, iti bucağı çəkə bilməz. Daha sonra baxırıq, bərabər yanlı üç bucağın bütün tərəflərinin cəmi 23 cm bərabərdir. Bu üç bucağın yan tərəflərindən birinin uzunluğu 7 cm olarsa, digər tərəfinin uzunluğu neçə santimetr olar? Təbii ki də burada baxırıq, görürük 9 cm olacaq. Onda deyir, kəsişən xətlər hansıdır? Kəsişən xətlər C variantında bizə verilib. Verilmiş fiqurun verilmiş fiquru simmetrik tamamlayın. Yaxşı. Simmetrik tamamlasaq bu formada olmuş olacaq. Belə, bir də belə. Hansı variantda verilib? A variantında bizə verilib. Daha sonra baxırıq. Arzu üçbucaqlı piramidanın hər üzünə 8 rəqəmini yazdı. Arzunun yazdığı rəqəmlərin cəmi neçədir? 8, belə deyək də, bizdən nə istəyir? Piramida. Piramidanın deməli 4 üzü var. 4 üzü olduğuna görə 4 dəfə 8, 32 cavab A variantı. Keçək B tapşırığına. Birdə deyir, hansı fiqurun açılışında 2 dairə var? Təbii ki də silindrin açılışında 2 dairədən istifadə olunur. Hansı fiqurun sonsuz sayda simmetri oxu var? Dairənin izahlarımda da demişdim ki, dairənin sonsuz simmetri oxu var. İşte deyir, oturacağı verilmiş fəza fiquru hansıdır? Oturacağı verilib kvadrat. Kvadrat deməli, hansı fəza fiqurunun oturacağıdır? Deməli, 4 bucaqlı prizmanın cavab D variantı. Üzr istəyirəm. Hansı hərfdə paralel xətlər yoxdur? Hansı hərfdə paralel xətlər yoxdur? Təbii ki də baxırıq, görürük burada. Deməli, C-də A-nın paralel xətləri yoxdur. Çünki H-da var, M-da var yan xətləri, N-nın da var, amma A-nın paralel xətləri yoxdur. 5-də nöqtələrin yerinə hansı variant uyğun gəlir? Yan tərəfləri bərabər olan üçbucaq, bərabər yanlı üçbucaq adlanır. Bu da bizə C variantında verilib. 6-da isə bizə deyir ki, bucaqların növünü müəyyən edir. Birinci kör bucaqdır, ikinci iti bucaqdır, üçüncü də düz bucaqdır. Deməli, bu da bizə B variantında verilmişdir. Daha sonra baxırıq, Zəhranın çəkdiyi xətlər kəsişərək düz bucaq əmələ gətirdi. Deməli, bu perpendikulyar düz xətlər çəkib Zəhra xanım. 8-də hansı fikir doğrudur, daha doğrusu üzr istəyirəm. Kubun 8 üzü var. Kubun 8 üzü yoxdur, 6 üzü var. Bu yanlışdır. Rom fəza figurudur, müstəvi figurudur. Bərabər yanlı üçbucaq müstəvi figurudur, düzdür. Kuboidin 8 tili var, 12 tili var. Bu da yanlışdır. Doğru olan C variantıdır. 9-da deyir, bərabər tərəfli üçbucağın bir tərəfinin uzunluğu 7 cm olarsa, bərabər tərəfli. Bu üçbucağın bütün tərəflərinin uzunluqları cəmi neçə olar? 3 və 7, 21, cavab B variantı. Daha sonra baxırıq. Müəllim ev tapşırığı olaraq kartondan kub düzəltməyi verib. Kərim kubu düzəltmək üçün neçə kvadrat formalı kardon kəsməlidir? Təbii ki də 6 dənə kəsməlidir, çünki 6 dənə üzü var. Daha sonra baxırıq 11-ə. Verilmiş fiqurun paralel olan tərəfləri hansılardır? Paralel olan tərəfləri A ilə B, C ilə D. Bu da bizə A variantında verilmişdir. Baharın dəftərinə 4 tərəfi, 4 təpəsi, 4 bucağı olan fiqur çəkdi. Bəhram, üzrlü sayım, mən niyə səhv oldum bilmirəm. Bəhram dəftərinə 4 tərəfi, 4 təpəsi, 4 bucağı olan fiqur çəkdi. Bu fiqurun bütün bucaqları düz bucaqdır. Amma bütün tərəfləri bərabər deyil. Bəhram dəftərinə hansı fiquru çəkdi? Təbii ki də burada olacaq düz bucaqlı. 4 tərəfi 1 saniyə.
Bucaqlar düz bucaqdır, amma bütün tərəfləri düz bucaqlıdır, bəli. Bütün tərəfləri bərabər yox, qarşı tərəfləri bərabərdir. Bu da D variantında bizə verilmişdir. Uşaqlar, video sizə faydalı oldusa bəyənməyi, əsasən də şərh yazmağı unutmayın. Çünki hər bir şərhiniz mənim üçün çox dəyərlidir. Şərh yazmağı unutmayın. Dostlarınızla da paylaşsanız çox sevinərəm. Videoların davamlı olmağını istəyirsinizsə kanala abunə olun və izləməyi yaddan çıxartmayın. Deməli, bu günlük bu qədər. Növbəti izahda isə bu videonun davamını çəkmiş olacağım. Bu günlük bu qədər. Hələlik.